Hər vaxtınız xeyirli olsun, hörmətli dostlar. 2 sotda belə bir şəxsi tikili 4 otaqlı evimiz satışa çıxıb. Çox hala evdir, mərkəzi yolun kənarında, qapısının ağzına kimi asfalt yoldur. Masazda da mərkəzi yola çox yaxın bir məsafədə yerləşir və əla qiymətdən təklif olunur. Çox ucqar ərazilərdə təklif olunan evlərlə demək olar ki, qiymətdə təklif olunur. Belə bir deməli navə sığılmış hissə, yay mətbəxi, ehtiyat hissəni. Bu da həyət yanı sahə, maşın üçün əlavə görürsünüz uzaqdan dronlu sistemlə təchiz olunmuş şalüz qapı, piyadalar üçün əlavə karetka qapı. Qaz su işıq fasiləsizdir, mərkəzi kanalizasiya var. Qismi əşyalarla satılır. Qeyd edeyim ki, bütün əşyalar ilə də satıla bilər. Bax, burada ilk mərtəbənin sanitar qovşağı elə qaydada qoyulub ki, həm çöldən rahatlıqla istifadə etmək mümkün olsun, həm də daxildən. Deməli, bura görürsünüz, sanitar qovşaq bu sürüşkən şüşələr də açılır. Hər bir yeni ev əşya salandır, rahatlıqla daxil etmək mümkündür, heç bir maneəsi yoxdur. Daha sonra daxil oluruq evə, hörmətli dostlar. Əl yumaq üçün, sanitar qovşağının əl yumaq üçün olan hissəsi bax buradadır. Görürsünüz, bax burada belə bir sanitar qovşaq belə deyil, bölünüb 2 hissəyə. Sağda zal hissə üzbəyüzdə mətbəx, 2-ci mərtəbə qalxan pilləkən. Bax burada yerləşir. Deməli ilk mərtəbənin dəyərli dostlar, yataq zal hissəsi üzr istəyirəm. Belə bir zal hissə mövcuddur. Ölçüsü çox yaxşıdır. 30-40 kvadrat metr arası böyük bir zal hissə mövcuddur. Bütün əşyalarla da, qismi əşyalarla da satıla bilər. 155 min manata qismi əşyalarla olan qiymətidir. Bax, burada daha sonra yerləşir evin mətbəx sahəsi. Bütün pəncərələrin qarşısı açıqdır. Günəş işığı çox rahat şəkildə evə düşə bilir. Burada evin mətbəx sahəsi. Alt hissədə isə deməli kombo aparatı qoyulub. Əlavə olaraq da əlavə avadanlıqları görürsüz yığmaq mümkündür. Pilləkən betondan da üzəri taxta ilə işlənib. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə görürsünüz ümumi soyuducu üçün belə bir kondisioner qoyulub. Daha sonra bax otaqlar dəhlizdən paylanır. Yenə də eyni qaydada. Burada yerləşir. Uşaq üçün nəzərdə tutulmuş belə bir otaq. Daha sonra burada ailə üçün nəzərdə tutulmuş böyük yataq otağı və burada növbəti otaq. Hörmətli dostlar. 155 min manata bütün əşyalar ilə də satıla bilər. Bu da 2-ci mərtəbənin hamam sanitar qovşağı. Hamam sanitar qovşaq burada da isti döşəmədir. Bax, burada görürsünüz daxili hissə. Buradansa eyvan sahəsində çıxış qoyulub. Qiymət 155 mindir, alıcılara endirim nəzərdə tutulub. Bax, paltaryan burada qoyulub. Ütü yeri, paltar asmaq üçün yer, bu pəncərələrin də hər biri açılır. Əlaqə nömrəm 077 744 36 33. Əlaqə saxlamağı unutmayın, evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın, sağ olun, hələlik.